niyə hər gün ölümü yada salmalıyıq? Ətraflı danışa bilərikmi bizə? Ölümdən qorxmayan insan çox rahat olur. Necə rahat olur? Yəni, bəzən Allaha şükür etməliyik ki, nə yaxşı ki, ölüm var. Əgər ölüm olmasaydı, düşünün, məsələn, bizim babalarımız indi gəlib çatıblar 170 yaşına. İndi bu acı həqiqət olsa da deyək də, o baba kimin nəyin lazım idi? Və yaxud da bu günləri çox yaşlaşmış insanlar nə qədər nəvələri tərəfindən diqqət görürlər. Amma Allah necə bir nizam qoyub? O nizam ki, babanın nəvə tərəfindən seviləcək bir vaxtında artıq 70, 75, 80, 85, 90 bu vaxt haqq dünyasına qovuşmuş olur. O nəvənin də yadında baba şirin olaraq qalır, nənə şirin olaraq qalır. Amma gəlib yaş çatsaydı 250-yə, 300 ilə, ümumiyyətlə dünyanı bir ölümsüz dünya olaraq düşünün. Ölümsüz dünya olduğu zaman dünyamız çox böyük bir fəlakət yuvası olardı. Amma Allah ölümü yaratmaqla, ölümü verməklə yeniləyir dünyamızı. Və insan niyə ölümü düşünməlidir? İnsan ölümsüzləşəndə ki, mən bu dünyada əbədi qalacağam, hər şeyi bu dünya üçün edir. İnsan maddiləşir. Dünya, düşün bir evin var, bir evdən kifayətlənmirsən, ikincinin plan proqramını cızırsan. İkinci var, üçüncü var, dördüncünün və sənin xislətini Allahın Rəsulu bir hədis şərifi ilə izah edir ki, sənin 2 vadi dolu qızılın olsa, gözlə görünməyəcək bir səhradır. Üçüncünü istəyirsən ki, üçüncü niyə yoxdur? Bu günləri, məsələn, kənddə yaşayan insanların arzusu şəhərdə yaşamaqdır. Şəhərdə yaşayan insanlar, məsələn, səyahət üçün, deyək, bir-iki ölkəyə gedibsə, ikinci, üçüncü, dördüncü dəfə həmin ölkəyə gedəndə artıq yorulurlar ki, mən nə üçün Avropa ölkələrində olmamışam? Avropa ölkələrində olan insanlar artıq qərbə üst tuturlar. Qərbdən yorulan insanlar artıq dünyanı gəzdin, qurtardın, bitirdin. İndi onun arzusu odur ki, bir aya gedib çıxsaydım, görüm ayda nə var, nə yox. Və yaxud da, nə bilim, Marsa gedib çıxsaydım, görüm orada nə var, nə yox. İnsanın istəyi qurtarmır. Və yaxud bu günləri fəqirin istəyi nədir? Günlük ehtiyacını qarşılamaq. Orta təbəqəli insanların ehtiyacı nədir? Zəngin kimi yaşamaq. Zənginlərin ehtiyacı nədir? Daha fərqli dadlar əldə etmək, daha fərqli ləzzətlər əldə etmək. Və bir yerə gəlir ki, artıq onun adı dünya milyarderlərinin içərisində keçməyəndə narahat olur ki, mən milyonçuyam, milyonlarım var, amma niyə məsələn mən dünyanın 25 milyarderinin içərisində adım getmir? 25 milyarderlərin adının içərisində adı gedəndə mən niyə 25-likdə olmalıyam? Niyə gəlib məsələn 3-lüyə, 2-liyə, 1-liyə çıxmıram? O 25-in də ən böyük arzusu hamısı birincilik üzərində mübarizə aparırlar. Baxın, bu baxımdan ölümün olması insanın arzularının kökünü kəsir. Allah Rəsulü buyurur ki, arzuların, istəklərin kökünü kəsən ölümü çox düşünün. Ölümü düşündükcə, sən əgər dünyadan ikərli yapışırdınsa, ikərli yapışa-yapışa o dünyadan ki yapışmışdın, buraxmırdın ki, heç kəs yapışmasın, ancaq sən yapışasan və bu zaman qəlblər qırırdın, haqlara girirdin, insanları incidirdin, əzirdin. Biz Kəbə evinə gedəndə orada Həcər-ül Əsvədi öpmək üçün bütün hacılar can atırlar. O Həcər-ül Əsvədi nə üçün öpürük? Allah Rəsulu o mübarək daşı öpdüyü üçün öpürük. Amma o Həcər-ül Əsvədi öpməyə gedəndə ora çatmaq üçün görürsən ki, nə qədər insanları əzirsən. Bəlkə də insanları əzməkdənsə o daşı öpməmək ondan daha üstündür. Daş mübarəkdir, müqəddəs daşdır, sıradan bir daş deyil, cənnətdən gətirilmiş, göndərilmiş bir daşdır. Amma insanlar əzilirsə, sən hədəfinə çatmaq istəyirsən, hədəfinə çatmaq üçün insanlar əzirsən. Və ölüm olmasının Allah tərəfindən göndərilməsinin lütfü səbəbi nədir? İnsan arzularından uzaqlaşır. Ölümü düşünə-düşünə, ölümü sevə-sevə artıq Allahla rabitəyə girmiş olur. Axirətlə təmasda olmuş olur. Bir ölkəyə gedəsən, biri var ki, heç o ölkə haqqında məlumatın yoxdur. Heç o ölkə haqqında bir şeylər oxumayıbsan. Ora gedəndə qərib olasın. İndi biz, biri var ki, axirət haqqında heç bir məlumatımız olmaz. İnanmayan insanların fəlakəti çox böyükdür. Məsələn, adam inanmır axirətə. Birdən də gedir, Həzrət Əleyhisselama deyirlər ki, ya Əli, bu qədər Allaha ibadət edirsən,
birdən getdin, cənnət, cəhənnəm yoxdur. Yəni bu qədər ibadət eləməyə nə ehtiyac var ki? Əl-İslam deyir ki, mən ibadət edirəm Allaha, getdim cənnət yoxdur, ya cəhənnəm yoxdur, itirəcəyim bir şey yoxdur. Bir şey itirməyəcəm. Yaxşı insan kimi yaşadım, təmiz insan kimi yaşadım. Allahı tanıdım da, bəndəlik elədim. Getdim heç bunun müqabilində Allah mənə cənnət vermədi. Yaxşı getdik o biri tərəfə. Birdən cənnət olsa nə olacaq? Axı mən bir şey ibadət eləmişəm. Məsələn deyək ki, 11-ci sinifə qədər gəlirsən, sinif yoldaşı biri yaxşı oxuyur, sən oxumursan. Deyirsən ki, əşi oxuyanlar nə edib ki, oxumaq kimə lazımdır? İmtahan verilir, imtahan veriləndə oxuyan keçir, oxumayanda birdən istəyir şəhaba, imtahan var, bu imtahandan keçəcəm, keçmək lazımdır. Təzdən nəsə eləmək istəyəndə 3 günə 11 ilin materialını oxumaq olmaz ki, 5 gün oxumaq olmaz ki, ya 1 il oxumaq olmaz ki, və yaxud da ayılırsan birdən 10-cu sinifdə ki, 1 il oxuyun, 1 ilə çatdırmaq olmaz. Düzdür, istisnalar var, qaçılmazdır. Bax, biz axirət üçün düşünməliyik, axirət üçün düşünmək məcburiyyətindəyik ki, gedib ora çatanda, mən hara gəldim, düşdüm, bunu deməyəsən. Ən azı inanıbsan, məsələn, La ilahə illallah Muhammedur Rasulullah deyən insanlar əbədi cəhənnəmdə qalmaz. Niyə? Çünki onlar Allahı tanıyıblar. Allahın Rəsulunu tanıyıblar.